Məhlə 10 sotdan ibarətdir. Ayaq yolçu çöldə bulağı, 2 dənə quyusu, bir dənə 5 metr, bir dənə də 6 metr quyusu var. Ev qoşa kubikdir. Başdan ayağa evin ortası da qoşa kubikdir. Yuxarısı mansardır. Beton. Evin üstü nastildir. Məhlədə qarajı var. Qarajın arxasında əldamı var. Məhlədə də gördüyünüz kimi hər cür meyvə ağaçları var. Evin içinə keçirəm. Evin plaşatkasıdır. Ev 8 daş kürsüdədir. Bu evin xol hissəsidir. Ayaq yolusudur. Hamamıdır. Addelnidir. Hamamdan ayaq yolusu. Evin mətbəx hissəsidir. 4'ün 4'ü. Xınama mebeli qalacaqdır. 4'ün 6'ya. Bir dənə bir otaqdır. Yataq otağıdır. 4'ün 5'e ikinci yataq otağıdır. Üçüncü otaqda yenə 4'ün 5'ədir. Bu da yataq otağıdır. Bu da evin zalıdır. 4'ün 11'e. İşığıdır, suyudur, qazıdır, Wi-Fi'dir, daimidir. Şəhərində mərkəzindədir. Pajarlının quruğunda.